Salam əzizlərim, hər vaxtınız xeyir olsun, necəsiniz? Bugün sizinlə bir məsələni danışmaq istəyirəm. Heç oldumu ki, həyatınızda düşünəsiz, nədən dünya vahid olsa da, amma sərhədlər var, dövlətlər var, ayrı-ayrı xalqlar var. Nədən insanlıq bir olsa da, amma ayrı-ayrı dillərdə danışır. Mən zaman keçdikcə bunu dərk etdim ki, bu ictimai hadisə deyil, bu Tanrı hadisəsidir, bu təbiət hadisəsidir və insanlığın fövqündə olan bir məsələdir. Amma onu da dərk eləyirəm ki, dünyada nə qədər müxtəliflik varsa, bir elə də vahidlik var. Bütün insanlar qardaşlıq, sülh, dostluq, bircə yaşayış, hüzur istəyir. Və eyni zamanda dünyada qohum xalqlar var. Məsələn, götürək türk xalqları. Çoxsaylı türk xalqları eyni mədəniyyətə, eyni kökə, eyni etnoqrafiyaya və eyni mental düşüncəyə və dəyərlərə sahibdir. Amma onların arasında da dediyimiz kimi fizioloji olaraq müəyyən görünüş fərqləri var. Amma olsun, əsas odur ki, bizi birləşdirən çox dəyərlər var. Mən bu gün konkret olaraq Özbəkistan-Azərbaycan birliyindən danışmaq istəyirəm və sözümün əsnasında onu da bildirim ki, Azərbaycan prezidenti cənab İlham Əliyev də Özbəkistanda səfərdədir. Mən də bu gün Özbəkistanla danışdım. Güzdira Şaripova ilə WhatsApp danışığımız oldu. Bu xəbəri Özbəkistanlı həmkarım da çox sevinclə qarşıladı. Onu da deyim ki, Güzdira Şaripova Özbəkistan mədəniyyətində, ədəbiyyatında, elmində və ictimai fikrində çox mühüm mövqe tutan xanımdır. Və çox gözəl bir söz dedi. Dedi ki, Azərbaycan prezidentinin Özbəkistana hər səfəri bizim üçün çox gözəl günlərə vəsilə olur. Mən də onun sözünü təsdiq etdim və inanıram ki, cənab prezidentin bu dəfəki səfəri də ictimai-siyasi əhəmiyyət kəsb etdiyi kimi turizmdə və nəqliyyat məsələlərində, logistika məsələlərində və investisiya qoyuluşları məsələlərində nə qədər önəmli olacaqsa, o qədər də mədəniyyətdə, ədəbiyyatda, elmdə özünü büruzə verəcək. Necə ki, axırıncı Özbəkistan səfərindən sonra Özbəkistandan bizə təklif gəlmişdi ki, Azərbaycan yazıçılarının, müasir Azərbaycan nəsrinin və poeziyasının ən seçmə nümunələrindən Özbəkistanda bir kitab nəşr olunacaq və bizim əsərlərimiz orada öz əksini tapacaq. Bu kitab da reallaşdı və qismət olsa bu payızda biz onun demək gedib orada təqdimatını, prezentasiyasını keçirdəcəyik. Çünki Özbəkistandan belə bir təklif gəlib, belə bir dəvət var. Və mən bunları nəyə görə deyirəm? Bunları ona görə deyirəm ki, Azərbaycan prezidentinin Özbəkistana səfəri hər dəfə çox böyük məsələlərə, bu iki xalqın yaxınlaşmasına, doğmalaşmasına, qardaşlaşmasına, hətta siyasi müttəfiq olmasına, bəlkə gələcəkdə hərbi müttəfiq olmasına qədər inkişaf edəcək və bu bölgədə sülhün, bölgədə əmin-amanlığın inkişafına töhvədir, eyni zamanda mədəniyyətə, ədəbiyyata, sənətə, elmə töhvədir. Bu münasibətlə mən sizin hər birinizi təbrik eləyirəm və arzu eləyirəm ki, bundan hər kəsə pay düşsün, hər kəs bunu öz həyatında hiss etsin ki, dövlətlərin, xalqların bir-birinə yaxınlaşması insanlığın xeyrinədir. Dünya nə qədər fərqli olsa da yer şarı vahiddir. Sağ olun əzizlərim.